Yerli xalqlar şəhərsalma proseslərinin bütün mərhələlərində onların da hüquqlarına hörmət edilməsini gözləyirlər və bunun üçün də elə məhz Bakıda yaradılmış bu VUF 13 platformasından istifadə edərək dünyaya səslərini çatdırırlar. Yerli xalqların hüquqları üzrə dəyirmi masa, yerli xalqların hüquqlarına, torpaqlarına və mədəni kimliyinə hörmət çərçivəsində mənzil həlləri mövzusunda keçirilən dəyirmi masada yerli xalqların adekvat mənzil hüququnun təmin olunması, şəhərlər salınarkən onların torpaq hüquqlarının qorunması və mədəni kimliklərinə hörmət müzakirə olunub. BMT-nin adekvat mənzil hüququ üzrə xüsusi məruzəçisinin 2019-cu il hesabatında qeyd olunub ki, yerli xalqlar qeyri-yerli əhali ilə müqayisədə mənzil hüququndan istifadə zamanı daha ciddi maneələrlə üzləşirlər. Onlar qənaətbəxş olmayan yaşayış şəraiti, evsizlik, məcburi köçürülmə, torpaqların zəbt edilməsi, antropogen təsirə məruz qalma və iqlim dəyişikliklərinin təsirləri qarşısında daha həssas vəziyyətdədirlər. Bildirilib ki, yerli xalqların üzləşdiyi problemlərin əsas səbəbləri sırasında tarixi torpaq itkisi, irqçilik, ailə seçkiliyi, qərar vermə proseslərindən kənarda qalma və hüquqların tam tanınmaması dayanır. Bir çox ölkələrdə bu icmalar həddindən artıq sıx məskunlaşma, qeyri-sabit yaşayış hüququ və əsas xidmətlərə çıxışda məhdudluqla üzləşirlər. Eyni zamanda məhz şəhər mühitində yerli xalqların mövcudluğu və mədəni məkanları çox vaxt rəsmi şəkildə tanınmır. Sessiyada mənzil siyasətinin yerli xalqların kollektiv hüquqlarını necə nəzərə alınması əsas müzakirə mövzularından biri olub. Həmçinin milli mənzil siyasətləri, şəhərsalma planları, torpaq hüquqları və mədəni uyğunluq məsələlərinin inteqrasiyası ətrafında fikir mübadiləsi aparılıb. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov çıxış edərək bildirib ki, Azərbaycan tolerant və multikulturalist bir ölkə kimi yerli xalqların müdafiəsi və mənzil hüquqlarının qorunması yönündə daim səylərini davam etdirir. Bütün dünyada bilirsiniz ki, bir çox problemlər var. Yerli xalqların hüquqları məhduddular və çox zaman onların şəraitləri bərabər şəraitdə olmur və bunu bugünkü müzakirədə biz Azərbaycanın çağırışlarını, Azərbaycanın təcrübəsini bölüşdük. Doğrudur, bizdə yerli xalq deyə bir anlayış yoxdur, amma bizdə də Azərbaycanda çoxlu xalqlar yaşayır, 30-dan çox fərqli xalq yaşayır, fərqli dildə, fərqli mədəniyyətdə. Onların qorunması, onların hüquqları haqqında məlumat verdik. Azərbaycan dövlətinin tolerant və multikulturalizm siyasəti haqqında bölüşdük. Azərbaycanın ev sahibliyi etdiyi VUF 13-ün bir platforma kimi əhəmiyyəti və burada qəbul olunacaq qərarların, burada müzakirə olunan məsələlərin praktiki nəticələrinin olması üçün məsləhətlər, müzakirələr həyata keçirilir. Düşünürəm, Azərbaycan bu sınaqdan da uzaq çıxır və böyük bir qlobal məsələləri müzakirə olunduğu artıq bir ölkəyə çevrilibdir, bir məkana çevrilibdir və hər kəs Azərbaycanda olmaqdan öz məmnunluğunu bildirir və biz də bundan Azərbaycanlı olaraq sadəcə fəxr edirik. Müzakirələrdə həmçinin yerli idarəetmə orqanlarının məsələnin həllindəki rolu vurğulanıb. Dünya əhalisinin 70%-nin şəhər ərazilərində yaşadığını nəzərə alsaq, bu forum insanların bugün dünyada harda və necə yaşamalı olduqlarının müzakirə edildiyi ən böyük beynəlxalq platformadır. Biz yerli xalqlar üçün 90-dan çox ölkədən olan 500 milyon insan üçün buradayıq. Yerli xalqlara həsr olunmuş dəyirmi masa da ilk dəfədir ki, keçirilir. Buna görə də bu an bizim üçün tarixi əhəmiyyət daşıyır. Bizim burada iştirak etməyimizin səbəbi ondan ibarətdir ki, biz yerli xalqların da torpaq və mənzil hüququna malik olduğuna inanırıq. Hazırda yerli xalqlar geniş miqyaslı köçürülmə, məcburi deportasiya və öz ərazilərində çoxsaylı münaqişələrlə üz-üzədirlər. Biz öz təcrübəmizi bölüşmək, həll yolları təqdim etmək istəyirik. Eyni zamanda hökumətlərlə, Birləşmiş Millətlər Təşkilatı ilə və digər tərəfdaşlarla necə əməkdaşlıq edə biləcəyimizi müzakirə etmək istəyirik ki, bizim səsimiz və problemlərimiz nəzərə alınsın. Çünki hazırda dünyadakı münaqişələrin 80%-i bizim yaşadığımız zəngin biomüxtəliflik ərazilərində baş verir. Sülh istənilən şəhərsalma prosesinin inkişafının əsas şərtidir. Ən əsas problem ilk növbədə mülkiyyət məsələsidir. Torpaq kommersiya predmetinə çevrildikcə bundan ən çox zərər görən biz, yerli xalqlar və ən yoxsul təbəqələr oluruq. Yerli xalqların yaşadığı torpaqlar təbii sərvətlərlə zəngindir. Lakin buna baxmayaraq bizə daim kasıb olduğumuz deyilir. Halbuki əslində biz çox zənginik. Bizim məqsədimiz hökumətlərlə, özəl sektorla və Birləşmiş Millətlər Təşkilatı ilə əməkdaşlıq edərək deməkdir ki, bu sərvət hamıya məxsusdur və onun ədalətli bölüşdürülməsi təmin olunmalıdır. Dünyadakı sərvətin 99%-nin qlobal əhalinin cəmi 1%-nə məxsus olması qəbul edilməzdir. Biz bugün dünyada sərvətin formalaşdırılması prosesinin dekolonizasiya edilməsini istəyirik.